Növbəti funksiyamız ifsdir. Ifs dediyimiz kimi bir neçə şərti ardıcıl olaraq yoxlayır və ilk doğru nəticəni qaytarır. Ifs tərkibində 127 cüt və yaxud da 254 arqument yaza bilərik. Əvvəlki funksiyalarla bağlı demək, indi isə qısa bir xatırlatma verim. And və orda biz and və orun daxilində 255 üzr istəyirəm, arqument qeyd edə bilərik. Məsəl üçün, and-də 255 arqumentdən biri yanlış olarsa, bizə false verəcək. True verməsi üçün 255-in də hamısı düz olmalıdır. Orada isə bizə 255-dən biri doğru olması kifayət edir ki, bizə true nəticəsini versin. If funksiyasında bir şərt yoxlayırıq. Amma iç-içə if-dən istifadə edərkən biz 64 ədəd dediyimiz kimi if-dən istifadə edə bilərik. If funksiyasında isə biz 127 cüt və yaxud da 254 ədəd arqumentdən istifadə edə bilərik. Bu cütə ona görə deyirik ki, bir ədəd şərt və onun nəticəsi, doğru nəticəsi, bir ədəd şərt və onun nəticəsi. Və funksiya daxilində onu birincidən sona doğru yoxlamağa başlayır. Əgər birinci şərt doğrudursa, onun nəticəsini verəcək. O doğru deyilsə, növbəti şərtə keçəcək. Növbəti şərt doğrudursa, onun nəticəsini verəcək. Və doğru deyilsə, ondan sonraki nəticəyə yönələcək. İndi isə bu funksiyanın burada qeyd etdiyimiz formulaya baxaq. Biz burada görürük ki, if daxilində 3 cür arqumentin qeyd etmişik. Şərt, doğru nəticə, şərt, doğru nəticə. Lakin burada indi görə bilirəm ki, biz bir yanlışlıq etmişik. Daha doğrusu bir funksiyamızın doğru nəticə verməyə bilər. Çünki biz 20-dən yuxarı istənilən rəqəmin nəticəsini əldə edə bilərik. Lakin bu şərtlər doğru olmadığı halda hansı nəticəni verəcək, onu qeyd etməmişik. Onun üçün biz əgər bu şərtlər doğru olmadığı halda bu formada formulamızı yekunlaşdırırıq. Əgər heç bir şərt doğru olmadığı halda bizə zəif dəyərini versin. İndi isə bu formulanı kopyalayıb burada qeyd edək. Gördüyünüz kimi bizə əla dəyərini verdi. İndi isə gəlin yoxlayaq. Buradan bunu 0 etdikdə zəifə düşdü. Çünki 20-dən daha doğrusu aşağıdır. Deyək ki, bunu bir ədəd yazsaq, kafi olacaq. Və yaxud da bura 40 ədəd yazsaq, 40 ədədi yazsaq, əla olacaq. If funksiyası dediyimiz kimi bir neçə şərti ardıcıl yoxlayır və ilk doğru nəticəni qaytarır. Bizim növbəti və sonuncu məntiqi funksiyamız if error funksiyasıdır. Deyək ki, bizim hər hansı bir funksiyamızın və yaxud da formulamızın əldə etdiyi dəyər xəta ilə nəticələnir. Məsəl üçün, burada qeyd etdiyimiz kimi J3 bölünsün K3, 40 bölünsün 0, 0-a bölünmə olmadığı kimi bilirik ki, division by zero xətasını verir. Bunun üçün biz if error funksiyasından istifadə edirik və burada şərt qoyuruq ki, əgər funksiyada və yaxud da xanada hər hansı bir xəta varsa, onu bizim göstərdiyimiz dəyərlə əvəz etsin. Bu, orada olan text tipli formulanı seçirik, kopyalayıb, növbəti, daha doğrusu belə bir şey eləyək. Gəlin burada bu formulanı yazağım, bölünsün 0. Gördüyünüz kimi division by zero xətasını verdi. Biz isə burada istədiyimiz dəyəri görmək istəyirik. Deyək ki, 0 görmək istəyirik. O zaman bu formada qeyd edirik. Gördüyünüz kimi dəyər 0 oldu. Beləliklə, ikinci dərsimizin birinci hissəsində Home tabının clipboard, font, alignment qrupları ilə, ikinci hissəsində isə funksiya, formula anlayışları və məntiqi funksiyalarla tanış olduq. Növbəti dərsdə Home tabının qalan qruplarını və mətn funksiyalarını öyrənəcəyik. Videonu bəyəndinizsə, seriyanın davamı üçün abunə olmağı və şərhlər yazmağı unutmayın.